ailə qur keçəcək, qurdum, sonra ana ol keçəcək, yəni heç bir halda keçmirdi. Sən axı niyə bu gündəsən? Özünü niyə bu hala salmısan? Sanki mənim günahımmış kimi. Üzündə səpkilər yenə artıb. Heç nə eləmirsənsə. Üzün nə gündədir, niyə bu hala düşmüsən, nə istifadə edirsən, niyə belə olub sənin üzün? Əsasən insanların içində olanda onların baxışları altında Çox qırıcı sözlərdən istifadə edirdilər. Ən əsəbi, ən həssas vaxtlarım kimi xatırlayıram. Çünki din içində belə gəzərkən kompleks edirdim. Qrupda uşaqlar özlərini heç bir makiyaj etmədən gələndə onlara baxıb mən də özümü pis hiss edirdim. Güzgüyə hər baxanda sıxılırdım ki, yəni üzüm niyə bu haldadır? mənasız bir dost kimi deyə bilərəm. Pis bir xatirə olaraq xatırlayıram. Müzik